ünvanlanan suallardan biri ondan ibarətdir ki, eyni anda 2 pensiya ala bilərəmmi? Bildirirəm ki, Azərbaycan vətəndaşlarının eyni anda 2 əmək pensiyası alması mümkün deyil. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən bir şəxs yalnız bir növ əmək pensiyası ala bilər. Əgər şəxs bir neçə pensiya növünə hüquq qazanırsa, məsələn, yaşa görə, 50-yə görə və ailə başçısını itirməyə görə, onlardan yalnız birini seçə bilər. Yəni, adətən məbləği daha yüksək olan pensiya növü seçilir. Əmək pensiyası haqqında Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir növ əmək pensiyası təyin edilir. Bununla belə bəzi istisnalar mövcuddur. Məsələn, müharibə əlilləri, şəhid ailəsinin üzvləri, birinci dərəcə əlilliyi olan şəxslər həm əmək pensiyası, həm də əlavə sosial müavinət kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin oluna bilərlər. Diqqətiniz üçün təşəkkür edirəm.